Bu reseptdən sonra asan yayılan, pambıq kimi yumuşaq ballı tort hazırlayacaqsan. Əvvəlcə yumurtaları qaba əlavə edib, üzərinə şəkər tozu, vanil, bir çimdik də duz əlavə edib 5 dəqiqə mikserlə qarışdıraq. Sonra üzərinə mürəbbə suyu və yaxud da bal, miqdarlar postun altında olacaq. Südün və yumuşaq kərə yağını da əlavə etdikdən sonra təkrardan mikserlə 2 dəqiqə qarışdırıb su hamamına qoyaq. 15 dəqiqə qarışdıraraq bişiririk. Daha sonra üzərinə soda və unu əlavə edib qarışdırırıq. Belə gördüyünüz formada xəmir edirik. Xəmiri 5-6 saat gözlətdikdən sonra 8 bərabər kündəyə bölüb qoyuruq kənara. Krem üçün südü, yumurta sarısını, unu, nişastanı, şəkər tozunu da qarışdırıb süzgəcdən keçirib qatlaşana kimi bişiririk. Başqa bir qaba əlavə edib soymasını gözləyirik. Meyvəli qatı üçün meyvəni və şəkər tozunu qarışdırıb 2 dəqiqə ocaqda qaynatdıqdan sonra üzərinə nişastalı qarışımı əlavə edirik. 2 dəqiqə qaynadıb ocağı söndürürük. Yan kremin üzərinə vanili əlavə edib mikserlə qarışdırıb qaymağı da əlavə etdikdən sonra 5 dəqiqə qarışdırıb mikseri dayandırırıq. Dələri açarkən yüngülcə un səpirik, asanlıqla açıb yağlı kağız sərdiyimiz listə bişiririk. Meyvəli qarışımı tam orta hissəyə qoyduq. Vəssalam, hazırdır. Dadlı reseptlər üçün izləmədə qal. Hələlik. Bu reseptdən sonra asan yayılan, pambıq kimi yumuşaq ballı tort hazırlayacaqsan. Əvvəlcə yumurtaları qaba əlavə edib, üzərinə şəkər tozu, vanil, bir çimdik də duz əlavə edib 5 dəqiqə mikserlə qarışdıraq. Sonra üzərinə mürəbbə suyu və yaxud da bal, miqdarlar postun altında olacaq. Südün və yumuşaq kərə yağını da əlavə etdikdən sonra təkrardan mikserlə 2 dəqiqə qarışdırıb su hamamına qoyaq. 15 dəqiqə qarışdıraraq bişiririk. Daha sonra üzərinə soda və unu əlavə edib qarışdırırıq. Belə gördüyünüz formada xəmir edirik. Xəmiri 5-6 saat gözlətdikdən sonra 8 bərabər kündəyə bölüb qoyuruq kənara. Krem üçün südü, yumurta sarısını, unu, nişastanı, şəkər tozunu da qarışdırıb süzgəcdən keçirib qatlaşana kimi bişiririk. Başqa bir qaba əlavə edib soymasını gözləyirik. Meyvəli qatı üçün meyvəni və şəkər tozunu qarışdırıb 2 dəqiqə ocaqda qaynatdıqdan sonra üzərinə nişastalı qarışımı əlavə edirik. 2 dəqiqə qaynadıb ocağı söndürürük. Yan kremin üzərinə vanili əlavə edib mikserlə qarışdırıb qaymağı da əlavə etdikdən sonra 5 dəqiqə qarışdırıb mikseri dayandırırıq. Dələri açarkən yüngülcə un səpirik, asanlıqla açıb yağlı kağız sərdiyimiz listə bişiririk. Meyvəli qarışımı tam orta hissəyə qoyduq. Vəssalam, hazırdır. Dadlı reseptlər üçün izləmədə qal. Hələlik.